Tamam dostlar, bugün gelirim Suraxanə Atəşgah məbədindən Muradla gelirik. Kameralar ne demek istiyorsunuz Murad? Bu necə utanqac YouTuber'dı. Ben öz kanalıma çekeceğim. Şimdi gedirik yola 208 nömrəli avtobusa minməyə. 208'den de Bakıxanovdan Suraxanəyə gedirik. İşin avtobusdayız. Dostlar, məbədə çatdıq. Ne düşünürsən? Qəşəngdir ki, yəni. Birazdan buranın tarixi hakkında size danışacağım. İçeriden indi biletler alacağıq. Biletlər barədə sizə məlumat verəcəm. Biz görək kassa hardadır. Atəşgah məbədi oradadır. Bura ancaq kassasıdır. Deməli atəşə giriş tələbələrə 1 manat, uşaqlara isə pulsuz idi. Tələbə kartınızı göstərməklə içəri. Fazlayız. Biz var orada bunlardan da var. 100 var, 100 var. İndi içəri daxil oluruq. 2 nəfər. Girişdə buradan. Bakı şəhərinin Suraxanı rayonunda yerləşən Atəşgah məbədi Azərbaycan tarixinin və mədəniyyətinin ən qədim simvollarından biridir. Bu məbəd 17-ci 18-ci əsrlərdə tikilmiş və həm Zərdüştlər, həm Hindistandan gəlmiş Hindu tacirlərinin ibadətgahı kimi fəaliyyət göstərmişdir. Suraxanə ərazisi qədim zamanlardan əbədi alovlar yeri kimi tanınıb. Burada torpaqdan çıxan təbii qaz sızmaları nəticəsində alovlar öz-özünə yanırdı. Bu təbii fenomen məhz onun müqəddəs sayıldığı Zərdüştlük dininin davamçıları üçün müqəddəs yer kimi qəbul olunmuşdur. Odun simvolik mənası təmizlik, işıq, həyat deməkdir. Atəşgahın memarlığı 4 skala formasındadır. Kompleksin ortasında alov məbədi, ətrafında isə ibadət edənlər və tacirlər üçün nəzərdə tutulmuş hücrələr yerləşir. Divarlarda Sanskrit, Gurmukhi dillərində yazılar görülür ki, bunlar məbədin Hindistanla mədəni əlaqələrinin sübutudur. Qədim dövrdə burada alovlar yerin altından çıxan təbii qazın təsiri ilə yaranırdı. Hazırda isə qaz boru vasitəsilə verilir və tarixi görünüş qorunur. Məbəd bu gün müze kimi fəaliyyət göstərir və ildə minlərlə turist tərəfindən ziyarət olunur. Atəşgah məbədi həm Azərbaycan tarixini, həm də qədim şərq dinlərinin izlərini özündə birləşdirən unikal məbəddir. Hazırda dünyada mövcud olan 3 atəşgah məbədindən biridir. Od mədəniyyəti, qədim ticarət yolları və memarlıq xüsusiyyətləri ilə bu məkan ölkənin ən dəyərli tarixi sərvətlərindən biri hesab olunur. Eramızdan əvvəllərə aiddir. Bu qalır, o vaxtdan qalır. Buradan alov çıxır yəqin ki. Bax bu bunların hamısı arxeolojikdir. Bu daşların hamısının çox qədimdən qalıb.
Gördü ya evi. Gel burada ancak kapkazağıdır. Işığı da yoktur. Bu ne böyle? Buna bir fikir versinler, ışıklandırsınlar sarı ışıklarla. Işıqlandırsalar bu mənası qalır. Hı? Işıqlandırsalar bu mənası. Sarı ışıkla ışıklandırsın. Ben buradan da. Bura kuyudu. Bu ne de? Ulan girişi bağlayıblar. Bu niyə belə texnoloji eləmirlər? Teknoloji gezməsələr nə mənası qalır? Onun yanını çəkəcəm sənə. Yandan. Ya. İlk sakinler 20 bin evvel burada ilk sakinler taptılar. Bana ilk başta İnsan qalır. bana ilk başta bir tane bu vardı bana. Bu görmüş. Ha bir tane bu vardı. Sonra başlayıblar tikintiyə. Son növbət bu 18-ci əsrdə belə olub. Biraz böyük. Bu da neft dövründə. Sonra tərk edilib. Sonra araşdırmağa başlayıblar buranı. Sonra da şey olub, tarix abid olub. Axırda da bugünkü vəziyyətinə çatıb. Bu da 14-cü əsrə aiddir, bizim eramızdan əvvələ aiddir. Bu dolça var ha bu. Bu 13-cü əsrə aiddir. Ən maraqlı tapa buraydı. Ən maraqlı. Video burada başa çatdı. Videonu bəyəndinizsə like atmağı, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.